Salam hörmətli izləyicilər. Ötən videoların birində mən sizə bu motor yağın azalması ilə bağlı məlumat vermişdim. Yəni müəyyən azalmalar olmuşdu. Və hal-hazırda mən gedib motor yağın yenidən dəyişdim. Tam normasında indi hal-hazırda şubda tam normasında qoyulub və sizə göstərdiyim kimi bu hissədə də prokladkadan da müəyyən tərləmələr, sızmalar var idi. Bunda motorxana yuzlarında buranı mümkün qədər, yəni bu tam ara hissələri parla yuduzdurmuşam və indi hal-hazırda yəni növbəti yağ dəyişməyə qədər mən həm şubla, həm də həmin hissələrlə yağın axıb-axmama, azalmasını nəzarət edəcəm və müəyyən azalma olsa bu barədə əlavə məlumat verəcəm və onu da bildirim ki, mən bundan əvvəlki videoda dediyim kimi, yəni özüm belə bir qərara gəlmişəm ki, artıq motor yağın kilometrlə deyil, motosaatla dəyişim və məndə artıq yəni sürdüyüm orta sürətə uyğun olaraq 2700 hev kilometrdə artıq yəni hidrokrekin yağı olduğuna görə 247 saat olduğuna görə motosaat bu yağı dəyişmək qərarına gəldim və yağa baxanda yağ həddin artıq yəni qaralmışdı. Düzdür, indi qaralma onun elə də keyfiyyət göstərisi deyil. Lakin yəqin ki, bu müddət ərzində, yəni maşın daim probkalar sürüldüyünə görə yəqin ki, onun tərkibi də artıq keyfiyyəti itirmişdir. Və əsas bir məqamı sizin nəzərinizə çatdırmaq istəyirəm bu videoda. İndi mən motor yağın tam köhnə yağı boşaldandan sonra ondan xahiş elədim ki, yəni hələ o altdakı o boltu bağlamadan maşının bu hissəsinə, kompresorla hava vurmağa başladı və hardasa təxminən 200-300 millilitrdə o köhnə yağdan karterdən axıb getdi. Çünki bu, indi yəqin ki, siz özünüz də yağ dəyişən fikir verəsiniz. Bunun karterdə arxa maillik var, belə deyə, biraz elə bir ki, arxaya doğru belə bir yəni karterdə əyrilik var. Həmin yağ maşın podium qaldıranda həmin yağ həmin hissəyə yığılır və bolt hissəsinə axıb gedə bilmir. Ona görə də məsləhətdir ki, əgər ustalarda elə bir şərait varsa, kompresorla hava vursunlar ki, köhnə yağ tam axıb geçsin. İndi bu videonun axırında mən həmin yağ dəyişmə vaxtı kompresorla hava vurma prosedurunu sizə təqdim edəcəm. Özünüz də orada fikir verəsiniz ki, yağ tam axıb qutarandan sonra hava vurulanda xeyli yağ yenidən axıb gedir. Yəni yaxşı olar ki, siz bu proseduru eləyəsiniz ki, yəni karterdə köhnə yağ qalmasın. Həmin yağ çünki təzə yağa qarışır və təzə yağı da daha tez köhnəldir. Ola bilər ki, bəlkə tərkibində də hansısa xoşa gəlməz bir maddələr olsun, qarşısın təzə yağa. Yəni tam dəyişmək məsləhətdir və videonu da sizə təqdim edirəm. Sağ olun, növbəti videolarda görüşənədək.